Salam Ülfət, necəsən? Çox sağ olun, Allah razı olsun. Bugün qəhrəman şəhidimiz, şəhid Şeyx Hörmətdin doğum günüdür. Sən qəhrəman şəhidimizin döyüş yoldaşı olmusan. Şəhidimizlə bağlı xatirələrim var. Bir-birinizə hədiyyələriniz olub burada. İstəyərdim bir onu danışardım. Şəhidimizlə bağlı birincisi onun gözəl sözləri idi. Özü idi, öz hərəkətlərinin, öz danışıqları, sözləri yadigar qoydu. Mənim də ona bir hədiyyəm onun olub ki, ona bir təsbih düzəltmişdim, ikimizdə də var idi. Eyni təsbih deyil, bir yerdə namaz qılırdı. O təsbih məndə formam normal olmadığına görə cibimdə 60'lar 70'di ama onda şəhidin cibindən çıxartmışdılar. Bir təsbih idi, bir də namaz qılmaq üçün möhür əvəzindən bir də aşmana gəldi. Aman o əşyalar dəqiqdə öz otağında qalır. Allah rəhmət eləsin, sağ ol. Allah rəhmət eləsin, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah dünyasını versin, möhürlü də mübarək olsun inşallah. Sağ ol, sağ ol.